Darçın tozu, zəncəfil tozu arıqladır. Yox, yox. Zəncəfil tozu, darçın tozu niyə arıqlatsın? Birincisi, darçın özü-özlüyündə çox gözəl bir, belə deyim, ədviyyat deyək, çox gözəl bir bitkidir. Qan şəkərini nizamlamaq funksiyasına malikdir, yaxşı bir şeydir. Baxın, deyirsiniz arıqladır, siz arıqladır deyirsiniz. Mən bitkinin doğrudan da insan orqanizminə hansı təsirlər bağışlaya bilmə potensialından danışıram. Niyə sizi arıqladır deyirsiniz və niyə bu məhsullar haqqında ümumilikdə arıqladır deyə bir belə şəhər əfsanəsi çıxıb. Arıqladır sözünü ümumiyyətlə necə başa düşürsünüz? Mən siz necə başa düşürəm? Məsələn də, bax bu məsələn darçın tozudur. Mən bu darçın tozunu içdim, oturdum belə, həyatımı yaşayıram, gedirəm, nə bilim, yeməyimi yeyirəm, piraşkimi yeyirəm, yağlı belə qəşəng belə əlimdən burasında axa belə aş yeyirəm, qaralı aş yeyirəm falan. Bir qaşıq darçın tozunu ağzıma atıram, gedirəm. Sər 1 kilo vermişəm. Mən ümumiyyətlə hər hansı bir qida məhsulunu arıqlatmağını belə başa düşürəm. Belə bir şey də yoxdur. Yoxdur, yəni heç bir qida məhsulu belə bir şey eləyə bilmir. Darçın tozu şəkəri nizamlayır. Müəyyən dərəcədə şirniyyata olan asılılığı, şirniyyata olan o çəkməni müəyyən dərəcədə baltalaya bilər. Hə, istəyi azalda bilər. Bəli. Ondan sonra zəncəfil tozu. Niyə zəncəfil tozunun arıqlatdığına inanırlar? Termogenik məhsullar. Termogenik nədir? Məsələn, niyə deyirlər pul biber arıqladır? Ümumilikdə bu məhsullar acıdır. Və acı olanda, bu acı məhsulları siz qəbul eləyəndə ilkin olaraq mədəyə müəyyən dərəcədə ziyanlı məsləhət görmürəm. Ancaq müəyyən dərəcədə hüceyrə səviyyəsində metabolik prosesləri sürətləndirir. Zəncəfil tozu, nə bilim, pul biber, acı məhsullar. Amma arıqladır deyə bir şey yoxdur. Arıqladır deyil. Yəni, bu sualınızı vermək məqsədinizi sizə izah edirəm. Niyə bu məhsullar arıqladır deyə assosiasiya olunur? Yəni, çünki biri termogenikdir, yəni yandırır və yandırmaqla müəyyən dərəcədə metabolizmi sürətləndirir, biraz. Digəri isə tarçındır, qan şəkərini müəyyən dərəcədə həm qan şəkərini regulyasiya edir, qan şəkərini nizamlayır, həm də ki, çox güclü antioksidantdır darçın.